Deməli, paketin üstündən göstərəcəm, çünki paket daha çətindir. Amma bu göstərəcəyim üsul bütün hər şeyə aiddir. Yəni, istədiyiniz bir mokapı götürüb onun üstündə o şəkildə işləyə bilərsiniz. Amma diqqət eləməyə çalışın ki, ağ olsun. Ən xüsusilə paketlərə aiddir bu. Məsəl üçün, bu tipli mokaplarda siz dizaynınızı yerləşdirəndə elə də effektiv olmayacaq, çünki bunun detalları, yazılar falan çıxacaq üzə. Amma white yazıb yükləndə daha boş mokaplar olur və orada istədiyiniz dizaynı verə bilirsiniz. Və hətta bu paketi biz indi mokapa çevirəcəyik ya da biraz daha əyri tabii, məsəl üçün bu əyridir də, bunu əyməyimiz, perspektiv vartına işləməyimiz lazım Hı olacaq hı. və buradakı giriş çıxıntılar da bizim dizaynımıza birləşmiş olacaq. Yəni əzilmiş, büzülmüş görsənəcək dizaynımız. Buna Hı aid hı. şəkil kopyalayırıq şəkli. Gəlirik Photoshop-a. Bu Yəni sadə şəkildə mokap deyil, hə? yox, mokap deyil, sadədir. Hı. Şəkil kimi işlədəcəyik biz onu. Bir dənə səhifə yaradırıq. 300 resolution, 16 bit. Kopyaladıq, atdıq bura. Hı. Baxın, bu adi şəkildir gördüyünüz kimi. Bir dənə belə bir şəkildir. Və biz bunun içərisinə mokapımızı yerləşdirməli, dizaynımızı verməliyik. İlk etapımız nədir? İlk etap necə olur? Nəyə diqqət eləməlisiniz? Həmişə rektanqlla işləməlisiniz. Rəngin fərqi yoxdur. Bir dənə adi rektanql çəkirsiniz. Rektanql elə çəkməlisiniz ki, təxmini olaraq bunun yerləşəcək ölçüdə olmalıdır. Qırağa falan çıxa bilər, böyük ola bilər. Sonra onsuz da pozanla və yaxud da ki, poligonu istifadə edərək qıraqlarını silə bilərik. Amma bunu biz çəkəndən sonra əyib eləmirik. İlk başda əyib eləmirik. Əymək, düzəltmək, onu paketin üzərinə yerləşdirmək ən sondadır. Sadəcə düppədüz çəkirsiniz paketiniz və yaxud da hansısa dizaynınız ölçüsündə. Ona diqqət edin ki, ölçüdə olsun. Düppədüz sadəcə çəkirsiniz. Və sonra gəlirsiniz rectangle-un üzərinə sağ düyməni basıb Convert to Smart Object edirsiniz. Bunu elədiniz. Bu hansı ki, bunun üstünə 2 dəfə basıb o səhifənin açılması üçündür. Amma bu etapda hələ basmırsınız. Perspektiv warpdan sonra basacaqsınız. Sadəcə fiqurunuzu düppədüz çəkdiniz. Convert to Smart Objectivizi etdiniz. Sonra gəlirsiniz. Edit, Perspektiv Warp və Perspektiv Ha, bu yadıma düşdü. Şəklin üstündə kvadratı seçirdik, oradan gözləyin. işləyirdik. Sonra Ctrl S-lə verirdik ora. Təəssüf, bu qədər şeydir, daha detalları var bunun. Və Tamam. perspektivlə fiqurumuzun üstündə çəkirik. Fiqur nə boydasa perspektivimizi də o qədər, o ölçüdə çəkmiş oluruq. Çəkəndən sonra təsdiq edirik. Və baxara görə perspektivimiz düşdü. İndi Ctrl T-mizi eləyib, Ctrl basıb saxlayaraq əyib bunu ölçüyə gətiririk. Birinci Ctrl-la bunları belə əyirik, həmin bucağa görə eləyirik. Ondan sonra sağ düyməni basıb warp-la işləyirik. Görürsən, ən axırda. Və warp-la qırağa çıxmalar olar. Zaten sonra siləcəyik. Əsasən qırağa çıxsın. Yəni nəinki kənarda qalsın. Qırağa çıxma daha məsləhətlidir. Bu şəkillərdə sildik, düzəltdik. Enter vurduq. Böyütmək, ölçüyə gətirmək. İndi gəlir Smart Object-in üstünə klikləyirik. Görürsünüz, düppədüz açıldı səhifəmiz. İndi buraya istədiyimiz dizaynı qoyuruq. Məsəl üçün, bax ki, məsəl üçün, belə bir şey götürdüm. Məsələn, bunu götürürəm. Deyək ki, belə bir dizayn vermişəm. Bunu yerləşdirirəm bura. Enter vurdum. Ctrl S və gəlməyəm, düşüb bura. Amma taxta kimi görsən, stiker kimi görsən, paketin detalları filan çıxmayıb üzə. Nə edirəm? Həmin layeri seçirəm.
Normallar oynadıram. Bu mütləqdir. Və görürük ki, paket yavaş-yavaş çıxır üzə. Amma həm paketin, həm də dizaynın normal şəkildə görsənməsinə diqqət eləyin. Bu şəkildən şəklə dəyişir. Yəni həmişə məsəl üçün hard lightdır və ya da screendir. Bunlar həmişə uğurlu olmaya bilər. Bu detala görə dəyişir. O detalları seçməlisiniz ki, paketlə dizaynınız düpbədüz uyğun gəlmiş olsun. Baxırsınız görürsən hansı uğurludur. Belə şəffaf olmaz, çünki dizayn itbat olub. Baxırsınız belə bir-bir uğurlu olanı. Biraz da zövqünüzə görə, baxdığınız nümunələrə görə təyin eləməyə çalışmalısınız. Əslində bu yaxşıdır. Opacity-ni biraz azaltsaq, görə bilər ki, paket üstündədir əslində. Görürsünüz, giriş-çıxıntıları görsənir. Ki verin, hər şey görsənir. Sadəcə qırağa çıxmaları var. Bu qırağa çıxmaları silmək üçün təmiz opacity-ni biraz azaltmalıyıq və qırağa çıxanları görməliyik. Və gördünüz, indi qırağa çıxanlar görsənir. Və qırağa çıxanlar. Pozanla da eləyə bilərsiniz və yaxud da Polygon Lasso Tool-la seçərək. Əgər bunu rasterize layer eləsək, ondan sonra gedib o dizaynı dəyişmək olmayacaq. Ona görə əvvəlcədən əmin olmalı ki, bu dizayn okeydir. Ondan sonra rasterize layer eləyirik. Və qırağından seçirik bu şəkildə. İmini qırağa çıxanı seçirik. Qırağa çıxanı seçdim. Sonra delete düyməsinə basıram. Sonra da Ctrl D. Gördünüz, getdi. Və burada da qırağa çıxanı seçirəm. Hansı tool lazımsa kəsim işində onu seçirsiniz. Polygon ola bilər, lasso ola bilər, pozan ola bilər. Hansı uğurlu olursa. Hələ ki, polygon uğurludur. Burada da bax, seçirəm. Seçdim. Ctrl D. Gördünüz? Təmiz, düppədüz gedir prosedur. Yaxınlaşdırıb baxırsınız. Yəni bu xırdalıqları yaxınlaşdırıb baxmaq lazımdır. Bu hissə var. Buranı seçirəm. Şəkildə seçdim. Delete. Sonra Ctrl D. Xəttin xanası üçün. Sonra bu hissəyə gəlirəm. Və delete, Ctrl D. Yuxarı hissə qaldı. Yuxarı hissəni də. Seçirəm və delete, Ctrl D. Bu şəkildə tənzimləmiş oldum. Ondan sonra opacity-mi artırıram. Artıq nə qədər lazımsa paketin görsənməsi. Gördünüz, indi hər şey yeri yerindədir. Gördünüz? Amma üstündə davam edirsiniz işləməyə. Mütləq şəkildə Curves seçdiniz. Bu alt klik düyməsinə basırsınız. Bu düyməyə basırsınız ki, ümumi background-a təsir eləməsin. Ancaq təsir eləmiş olsun vizuala. Və Curves-lə dalğaları oynadırsınız. Biraz daha realistik. Curves realistik eləmək üçündür. Gördünüz necə realistik oldu? Fərqi görürsünüz? Fərqlənmiş olur. İndi məsələn Curves-in biz gözünü açıb bağlayanda baxın, görün nə qədər fərq edir. Belə bir realistikliyə diqqət eləməyimiz vacibdir. Sonra Brightness Contrast ehtiyac varsa Brightness Contrast oynursuz. Yəni alt klik düyməsinə inteqrasiyada bu altdakı ancaq layerə təsir eləsin. Bunu da oynadırsınız, kontrastını artırırsınız. İşıqlandırılma lazım olsa işıqlandırılma biraz edirsiniz. Görün necə real oldu. Elə bir ki, hazır mokapdır. Mokaplar və bu şəkildə özünüz üçün eləmiş olursunuz. İstədiyiniz, bəyəndiyiniz mokapı. Ehtiyac olsa rəngi ilə oynayırsınız, ehtiyac olsa rəngi ilə oynamırsınız. Və çalışın bu mokapları işləyəndə hansı səhifə açıldısa, o açılan səhifə dizaynınızı verməyə başlayın. Gedib qıraqda dizayn verib sonra təzədən köçürtmə eləməyin. Çünki ölçü düz olmur. Açılan hansı ölçüdə açılıbsa o səhifə,
O səhifə şəklində də dizaynınızı verin ki, sizə həm rahat olsun, həm qənaətçil olmuş olsun. Durumlar çox önəmlidir. Və paket bu şəkildə edilir. Hı hı. Digərləri də belə edilir. Məsəl üçün billboarddır. O vəbşi rahatdır. Billboard seçəndə çox rahatdır. Yəni, burada gəldiniz bu O fiqura sahib. kölgələri də yenə effektlərlə oynamalıdır. Ha, normallarla falan. Bunlar qalırdı onsuz da. Yox, düşmür. Bunlar. Yox, billboardun üstünə düşən, məsələn, ağacın kölgəsi billboardun üstünə düşürsə, Hə, onda onu o normal. pozanla silərə və yaxud da özünüz kölgəni verər eləyə bilərsiniz. Hı hı. Yəni onu o şəkildə eləyə bilərsiniz. Çünki detallarını fikirləşirsə, bu detalın üzə çıxması üçün mən nə edə bilərəm? Zaten multiplayer falan oynasa, məsələn, gəlin bunu eləyək. Görüncü görsəncək. Bu çox rahatdır. Atdıq bura. Və bu ölçüdə işdir. Amma işi tez bitirməyə çalışmıyorum. Amma xırdalıqlarını oynamağa çalışın. Bu amma keyfiyyətsizdir də. Eybi yoxdur. Və bu çox rahatdır. Yenə eyni qayda. Yəni bu fiqurunuzu çəkdiniz bu ölçüdə. Heç burada perspektivə zada ehtiyac yoxdur. Direkt onun üstündə. Hə, birbaşa. Amma yenə də eyni qayda. Convert to smart object. Kontrol. Ondan sonra edit perspektiv var. Həmin fiqur boyunca ölçüdə çəkdiniz. Təsdiqlədiniz. Açdınız bura, ölçü açıldı. Gəldik. Dizaynımızı seçirik. Amma bir dənə məsələ var, onu yəqin ki düzəldəcəyik. Çünki o belə qala bilməz. Arxada axı başqa bir dizayn var. Biz Hı hı. multiplayerləri, normalları oynadanda o üzə çıxacaq. Ha. Görə biz onun arxa planını silməliyik. Arxa planı düzəldəcəyik. Keyfiyyətsizdir. Yaxşı, qoy belə. Ctrl S. Düşdü bura. İndi Hı baxın, mən hı. oynadıram bax bu multiplayerləri. Amma görürsən arxa plan düşürdü, hə? Amma ağacın kölgəsi falan da düşdü. Amma mən birinci Hı. arxa planı silməliyəm. Ona görə bunun gözünü bağlayıram. Bu arxa planı təmizləməliyəm. Bu arxa planı təmizləmək üçün bir dənə poligon çəkirəm bura. Amma diqqət edin də bu billboard oxşaması üçün bu billboardın qıraqları da üzə çıxmalıdır. Yəni Hı şap deyə hı. üstünə vurmayın. Bu xırdalığa diqqət edin. Shift bas saxlayaraq düz çəkirəm. Ramkanı qoruyub saxlayıram. Çünki billboarda gözəllik verən ramkadır. Bir dənə gəlirəm, şəkli seçirəm Hı hı. və bunu delete edirəm. Bu arxadakı bizimkidir. Bunları bağlayaq. Ağı da bağlı. Göz transparent qaldı, gördünüz? Hı hı. Kontrol da elədik. İndi bunun gözünü açırıq və indi oynadırıq bunu. Hə, bir dənə məsələ var ki, biz üçümüzü background açmalıyıq. Bir dəqiqə, bu background açdımsa niyə belə oldu? Hə, tətbiq olunur sadəcə transparent olduğu üçündür. Hə, arxa plan transparent olanda bu üzdəkilər çox tətbiq olmur. Normalda belə Hı olmalıdır hı. əslində. Amma üzərinə düşən kölgələrə tənzimləmək istəyiriksə, bir balaca opacity-ni azaltmalıyıq. Amma opacity azaltın transparent. Transparan görsən. Hə. Gəlin bunu düzəldək cover. Bu qıraqlar nəsə dəyişir. Üzdəkinin dəyişməmiş səbəbi sadəcə şeydir. Qıraq Arxası ramkalara da düşürülə transparent. bil. Siləcək onsuz da, düzəldəcək. Qırağın düşməsi üçün biraz bunu balacalaşdırmalıyıq. Hə, qıraqları da gedib. Hı. Əslində qıraqlar düşüb, qıraqları bu qədərdir.
Ha, qıraqlar bu qədərdir, yəni sildim, düzdür yəni. Hı Qıraqlar hı. belədir. Sizdə bu belə görsənməlidir. Normaldır. Bu kölgələrin düşməsini istəyiriksə, bunu rasiyalizasiya eləyək və biraz pozanı seçirik. Arxa plan Hı. transparentliğine görə. Getdi. Arxa plan bizə mane olur. Ümumiyyətlə bu multiplayerlər arxa plan rəngli bir paket kimi olanda, əzi-üzü olanda olur. Billboard təsirində belə Hı görsənmə. hı. Bunun kölgə düşməsi üçün biz özümüzdən kölgə çəkə bilərik. Götürürük, pen, Brushla verə bilərik onu. yox, brushdan yox, brushdan da olar və yaxud da ki, bu şəkildə məsəl üçün pen toolu götürə bilərsiniz və yaxud da ki, freeform pen tooluna. Kölgə hardan hara gedir? Oradan ora. Özünüz fiqur çəkməlisiniz. Billboard rənglidir deyə məncə kölgə olsa üstündə çox da bilinməyəcək. Əslində hə, sadəcə indi üsul göstərirəm ki, bəzi durumlarda necə ola Hı. bilər və belə bir Tək şey. rəngi olsaydı, hə, bilinə bilər. Hə, məsələn qırmızı rəngdə bilinirdi, amma burada təbii ki, hə, bu rəngarəng olduğu üçün çox da bəlli olmur. Hı. Və pət toolu shape-i shape veririk. Nəyə görə shape? Baxın, pətdə olanda rəng vermək olmur. Amma shape olanda Hı rəng hı. vermək olur, fil rəngi. Rəngi seçib qara veririk. Çəkdim onu. Məsəl üçün. Hə, qaradasın. Bunu götürüb qoyuruq belə üstünə. Və bunun opasitesini azaldırsınız. Gördünüz? Sonra məsəl üçün adi illüstrativ kurve toolu götürüb bu nöqtələri oynada bilirsiniz. Nöqtələri oynadıb Hı. istədiyiniz Biraz nöqtəni seçib blur verəndə ola bilər sanki kölgə kimi. blur da verəcək bəli. Bir baxın bax, bu kölgə imini o kölgə üsulundan Hı. bu şəkildə səliqəyə salaraq məsəl üçün. Amma belə görsənir. Yəni, bu rəngli olduğunu çox da görsənmir. Hı. Amma blur da veririk buna. Gauss'un blur. Convertus model object elədik. Blurumuzu artırırıq. Və gördünüz, kölgə kölgəyə qarışdı. Fikir Hı. verin. Okey eləyirsiniz. Gözünü açıb bağla fərqə baxaq. Hə, var biraz kölgə. Ağın üstündə Hə. biraz. Bax, belə bir xırdalığı və bu şəkil deyirsiniz. Bu nə üçün göstərdim? Çıxış yolları hər zaman var. Çəkməklə, hərdansa bir detal götürüb ora qoymaqla. Bunlar həmişə var. Ona görə o hissəyə diqqət edin. Buna yenə chorus verməlisiniz. Həmişə chorusları istifadə etməyə çalış. Və chorus verəndə daha da görürsünüz. Və chorusda fikir verin, Canlı mən sizə görsənir. verəcəm. Nöqtə bu hissələrdən nöqtə götürürəm. Çünki daha çox canlılıq verən bu hissələrdir. Fikir verin necə canlı Hı oldu. hı. Və bunu heç vaxt çox qaldırmırsınız. O Biraz. xəttə yaxın eləyirəm Hə, mən o xəttə işlədəndə, yaxın. ordakı xəttə. Hə. Onları fərqli də eləyə bilərsiniz. Birini yuxarı, birini aşağı da eləyə bilərsiniz. Hı. Və fərqə baxın. Özü daha canlı, belə bu birisi daha yaxşıdır. Bu daha yaxşıdır. Özü içərisinə, şəkillə bir vəhdətdədir. Və bu Hı. düymədə həmişə işlədi ki, inteqrasiya ancaq vizualın özünə olsun. Başa düşdünüz? Bəli. Nəsə bir sualınız var bununla bağlı? Xeyr. Tamamdır. Ev Hı. tapşırığımız hazırladığımız, deməli 2 dənə borcumuz. Bu 2 dənə Aha. borcu işləyib bitirəndən sonra o dizaynlarınızı mock-up-a yerləşdirəcəksiniz. Ümumiyyətlə ev sizə ev tapşırığı verəndə ancaq mock-up-la işləyin. Tamam. Hazır indidən olsun. Öz-özünüzdən mock-up hazırlayırsınız. İnternetdən də mock-up Hı istifadə hı. edirsiniz. Hər ikisini işlədirsiniz. Elə 2 dənə posteri təzədən işləyirsiniz. Sonra 3 Aha. dənə Onu mock-up'la atıram. o 3 dənə posteri hə, Sənə.
İkisini özünüz mokab eləyərək hazırlayın. Birini internetten götürərək hazırlayın. Amma dediyim üsullar. Tamam. Minimali, sadə, boş, negativ boşluqla. Aha, tamam. Video baxa-baxa işləyin, əliniz öyrəşsin. Tamamdır. Oldu. Sualınız var? Xeyr, çox sağ ol. Buyurun, siz sağ olun. Bu videonu da atıram. Gecən, tamam, gecən xeyrə. Gecəniz xeyrə qalsın.